Bugün deməli müəllimlər 5-ci dərsin sual-cavabı olunacaq. Nigar Əmraslanova dərsdə. Bugün müəllimlər bir dəqiqə üzrlü sayın. Deməli bugün mən dərsimizi qayd eləyəcəm. Narahat olmayın, amma heç kim görünməyəcək. Özüm üçün çəkirəm. Yəni özümü çəkirəm daha doğrusu. Sizlər düşməyəcəksiniz. Və bizi izləyən YouTube üzərindən müəllimlərə də bildirmək istəyirəm ki, bizim avqust ayından sıfırdan qrupumuz açılacaq və həftədə 2 dəfə bizimlə canlı şəkildə müsahibə vermə imkanı qazanacaqsınız və eləcə də həftədə 10 dəfə bizim digər qruplarımıza da qoşulma şəraiti yaradacağam və bildirim ki, icmalları sizlərə ödənişsiz şəkildə təqdim edəcəyik. Sona qədər bizimlə hazırlaşan müəllimlər icmalları bizdən ödənişsiz alacaq. Özünü təqdim etmənizdə tək-tək baxılacaq, təqdim etməklə bağlı sizə düzəlişlər veriləcək və müsahibənin qızıl qaydaları və eləcə də müsahibənin çərçivə sənədini əhatə edəcək bütün mövzular üzərində sırf bizim dərslərimizdə danışılacaq. Kimlər qoşulmaq istəyərsə və bizim deməli YouTube üzərindən nömrələrimizlə əlaqə saxlayıb qoşulma imkanı əldə edə bilərlər. Bəli, keçək indi dərsimizə müəllimlər. Kim var burada? Nigar Əmraslanova buradadırmı? Nigar Əmraslanova. Günel Məmmədova. Səidə Talıbzadə. Bəli, müəllimə, buradayam. Xoş gördük Səidə müəllimə. Səidə müəllimə, 5-ci dərs dediniz, eləmi müəllimə? Bəli. Aha. Müəllimə, bax mənə rəy nədir, onun haqqında danışın. Rəy deməli uşaqlara verilən rəy ikinci belə qiymətləndirmə meyarlarına əsasən aparılır. Rəy əsasən gündəliyə qeyd olunur, uşaqların məktəbli kitabçasında qeyd olunur. Neçə cür olur rəy? Rəy neçə cür olur? İki cür olur. Konstruktiv rəy, bir də dekonstruktiv rəy. Siz hansından verirsiniz müəllimə? Əsasən konstruktiv rəydən istifadə edirik. Konstruktiv rəy nədir? Deməli, uşaqların əvvəl səhvlərini və düzlərini deyirik və onun səhvlərini düzəltmək üçün göstərdiyimiz yol istiqamət veririk ki, o səhvlərini düzəltsin. Yəni, gələcəkdə bu səhvləri etməsin. Qəşəng. Rəyi nəyə əsasən verirsiniz müəllimə? Rəyi əsasən qiymətləndirmə meyarlarına əsasən veririk. Meyarları əsasən deməli, təlim nəticəsinə əsasən meyarlar çıxarılır və əvvəldən dərsin əvvəlindən şagirdlərə elan olunur. Onlar sonda hansı bilik və bacarıqların formalaşacağını əvvəlcədən bilirlər və buna görə də deməli, sonda onların ola bilsin ki, qiymətləndirmə meyarları əsasən dərsin ortasında da verilə bilər. Hər hansı qiymətləndirmə meyarları qrup işinə görə də ola bilər və dərsin sonunda da. Amma rəy mütləq məktəbli kitabçasında qeyd olunmalıdır. Doğrudur. Əvvəllər əslində heç indi də yanlış deyil, amma indi onsuz da təkmilləşmiş kurikulum ildən ilə yenilənir. Hər il yeniliklərlə qarşılaşırıq. Məsələn, əvvəllər biz deyirdik ki, təlim nəticəsi müəyyən olunan zaman deyirdik ki, təlim nəticəsi müəyyən olunanda alt standartın özünü təlim nəticəsi kimi götürmək olmaz. Əgər alt standartın özü təlim nəticəsi kimi götürülürsə, bu müəllimin etdiyi yanlışdır. Belə deyirdik. Amma təkmilləşmiş kurikulum əsasında, amma indi biz onu demirik. Deyirik ki, bəli, təlim nəticəsi əsasən alt standartdan çıxarılır, amma müəyyən standartlar var ki, onların özünü elə təlim nəticəsi kimi biz götürə bilirik. Yəni, bu daha yanlışlıq deyil. Mən Səidə müəllimə bir dənə haşiyə çıxacam. Siz mənim müdavimim olduğuna görə, yəni düşünürəm ki, bunu unutmamısınız. Deyə bilərsinizmi ki, təlim nəticəsi necə olmalıdır? Nəyə əsasən, bu hansı planlamaya əsasən olmalıdır təlim nəticəsi? Təlim nəticəsi deməli alt standarta əsasən keçdiyimiz mövzuya uyğun olaraq
alt standarta əsasən təlim nəticəsi çıxarılır və təlim nəticəsi dərsin əvvəlində şagirdlərə elan Mənə olunur. smart qaydasını xatırlayırsınız? Bəli. Deməli, Deyin. smart qaydasına əsasən deməli təlim nəticəsi ölçülə bilən olmalıdır. Sonra orada Adları ilə sırf deyə bilərsiniz müəllimə? adları S nəyi bildirir? Deməli, Aha. deməli smart S spesifik aydın olması. aydın olmalıdır. Sonra measurable. Deməli ölçülə bilən olmalıdır. Aferin. Sonra A. A'sı deməli orada əldə olunan o bilik Ay sağ ol. Aferin. olunmalıdır. Asan və ya çətin olmalıdır da. Yəni həm asan, Nə çox həm asan, nə çox olmalıdır. çətin olmayacaq. Bəli. Şagirdin səviyyəsindən bir balaca yuxarı olacaq ki, Yuxarı. şagird onu əldə eləyə bilsin. Sonra Deməli, sonra rılsın real olmalıdır, imkanlar nəzərə alınmalıdır. Aha. Yəni deməli mövcud resursları idi, sonra aha. öyrənmə mühiti nəzərə alınmalıdır. Bizim əlimizdə nələr var, onlar nəzərə alınmalıdır. Reallıq olmalıdır burada. Bəli. Bir də ki, sonuncu tayım o da ki, vaxt ölçü nəzərə alınmalıdır. Yəni Vaxt nəzərə müəyyən alınmalı. vaxtda müddət nəzərə alınmalıdır ki, mümkünlüyü. Yəni bunlar. Bəli, yəni o vaxt çərçivəsində. Bəli. Siz o vaxtı bir dənə mən açıqlayım, o nə deməkdir? Yəni bəzən elə deyir, bizə deyir ki, elə təlim nəticəsi qoy ki, 1:45 dəqiqə akademik dərs saatında onu reallaşdıra biləsiniz, onu əldə eləyə biləsiniz. Onu şagirdlərdə formalaşdıra biləsiniz. Bəzən elə çətin təlim nəticəsi, elə mürəkkəb təlim nəticəsi, elə çox sadə təlim nəticəsi qoyulur ki, nəinki onu 1:45 dəqiqə, heç 2:45 dəqiqə də reallaşdırmaq olmur. Ona görə bax biz o vaxtın nəzərə alınması o deməkdir ki, yəni bir akademik dərs saatı 1:45 dəqiqədir. Yəni o dərs saatında biz onu şagirdlərdə formalaşdırmalıyıq. Qəşəng müəllimə. Əsasən biz deməli 1-2 ən çoxu da 3 təlim nəticəsi Yəni maksimum 3 qoya bilərik. Yəni ondan çox qoya bilmərik. Artıq Doğrudur müəllimə. Müəllimə, təlim nəticəsi nəyə xidmət edir? alt standarta xidmət edir. Ay sağ ol. Doğrudur müəllimə. Yaxşı, bəs təlim nəticəsini, elə bu təlim nəticəsindən danışmışkən, bunların hamısını sizə verim ay Səidə müəllimə. Bu təlim nəticəsini nə üçün biz öncədən elan etməliyik? Niyə? Bizə nə verir o? Təlim biləndəki sonda hansı bilik bacarıqları? İlhamə müəllimə, zəhmət olmasa səsləri bağlayın. Məmməsin. Deməli, əsasən bu təlim nəticəsi dərsin əvvəlində elan olunmasının səbəbi odur ki, uşaqlar bilməlidir ki, sonda hansı bilik və bacarıqlara yiyələnəcəklər. Bu aydın olandan sonra, yəni artıq Öyrənmə onlar üçün effektiv olur müəllimə. Biri var ki, bilməyərəkdən kör-körənə gedə o yolu. Biri də var bilir ki, bu hədəfi budur. Yol gedə-gedə özünə metod, yol, strategiya cızacaq. İstəyəcək ki, o məqsədinə çatsın. O məqsəd axı bəllidir. Məqsəd bəllidir. Baxın. Və deyək ki, sizin məqsədiniz bəllidir. Nəticəniz bəllidir. Məqsədiniz nədir? Sertifikasiyanın müsabiqəsindən uğur qazandığınız kimi müsahibə mərhələsindən də uğur qazanmaqdır. Və indi o məqsədinizə çatmaq üçün özünüz üçün yol cızırsınız, strategiya. Buradan Gülnarə müəllimənin dərslərinə qoşulursunuz, oradan nə bilim nə araşdırırsınız, nə edirsiniz, gedirsiniz o. Yol, strategiya müəyyənləşdirə hara gedirsiniz? Məqsədinizə çatmağa. Bu məqsədinizə gedən yolda görün nə qədər metod, strategiya müəyyənləşdirirsiniz. Bunu da etsəm, onu da etsəm, canlı dərslərə qoşurum, PDF-i çıxartırım, buradan oxuyum, biraz da Wikipediyadan araşdırım, biraz nə bilim YouTube-dan Bu sizin məqsədinizə gedən yolda araşdırdığınız, tətbiq etdiyiniz üsullar və metodlardır. Və bunlar, bu metod, bu üsullar eləcə də bizi və şagirdləri məqsədinə doğru aparır. Açıq və qapalı suallar nədir? Səidə müəllimə. Ümumiyyətlə biz dərslərimizdə açıq və qapalı suallardan istifadə edirik. Bu deməli qapalı suallar faktoloji biliklərə əsaslanır, bir cavabı olur. Açıq sualların isə bir neçə cavabı ola bilər və uşaqları düşünməyə,
onları yeni biliklər əldə etməyə, yeni nələrsə öyrənməyə sövq eləyir və ona görə də dərslərimizdə açıq və qapalı suallardan həmişə istifadə edirik. Bəli, müəllimə. Həm açıqdan, həm qapalıdan istifadə edirik, amma sadəcə ora qapalı yalnız şagirdin yaddaşını, hafizəsini inkişaf elətdirir. Yəni orada deyək ki, tənqidi təfəkkürünü, yaradıcı təfəkkürünü inkişaf elətdirmir. Açıq suallarda cavaba nəzarət kimdədir? Əsasən müəllimdə olur nəzarət. Açıq suallarda, məsələn, mən açıq sualı verirəm və açıq sual bir çox cavabı var. Mən nə bilə bilərəm ki, siz mən bu verdiyim suala necə cavab verəcəksiniz? Açıq suallarda. Yəni açıq suallarda uşaqları düşünməyə cavaba yox. Bəli, cavabla. Cavaba nəzarət, açıq suallarda cavaba nəzarət sual verəndə, cavab verəndədir müəllimə. Qapalı suallarda cavaba nəzarət sual verəndədir. Mən sualı verir, qapalı sual verirəmsə, burada nəzarət məndədir. Konkret bir cavab olur. Konkret bir cavabı. Məsələn, deyirəm, kurikulumun neçə prinsipi var. Müəllimlərə soruşuram. Mən nəzarət burada məndədir. Baxıram görüm kim 6 yazdı. Kim 6 yazdı? Amma mən deyirəm ki, uşaqlar, atmosferin çirklənməsinin qarşısını almaq üçün hansı yollar təklif edərdiniz? Ay uşaqlar, siz prezident olsaydınız nə edərdiniz? Açıq sual verirəm. Mən nə bilim burada kim nə deyəcək? Hərə bir öz prizmasından cavab verəcək. Hə, bu olacaq. Nəzarət burada cavab verəndə olur. Belə. Səidə müəllimə, bax kurikulumu unutmağa doğru gedirsiniz. Sizi arada belə bu prinsiplərdən, nə bilim bu smartdan, nə bilim deyək ki, alt standartın hissələrinə bax verəcəm ha sizə. Yəni mən sizlə haşiyə çıxacağam. Onlar təkrarlamamışıq, bəli. Onlar təkrarlamamışıq, çalışaram. İnşallah. İnşallah. Qəşəng. Təşəkkürlər müəllimə. Sonra gəlsin Tahirə Gəncəliyeva burada. Bəli, müəllimə, buradayam. 5-ci mövzu müəllimə, indi mən baxdım, açılmadı orada, baxa bilmədim. Ancaq konstruktiv rəy varsa orada deyə bilərəm. Müəllimə, 5-ci mövzunu öyrənməmisiz, mən sizə 1-dən 4-ə qədər verərəm, problem deyil. Bəli, oradan verə bilərsiniz. Hə, yəni o problem deyil, amma o açılmadı sözünü deməyin. Ola bilməz ki, açılmasın. O PDF-lər hamısı İndi yeni. baxdım, müəllimə. Hə, indi bax da, indi onu belə deməyin də müəllimə. Deyin ki, müəllimə, mən 5-ci mövzuya baxmamışam. Ona hazır deyiləm. Deyirsiniz 5-ci mövzu açılmadı. Bilməmişəm daha doğrusu, bəli, müəllimə. Hə, elə olanda mən narahat oluram. Görəsən mənim PDF-im niyə açılmasın? Ya o baxımından. Gəncəliyeva, siz Gəncədənsiz? Yox, müəllimə, Naxçıvanlı. Hə, soyadınız Gəncəliyeva. Hə. Deməli, belə, Gəncəliyeva, sizə sual verəcəm. Hə, rəy danışın görün müəllimə, rəy necə olur? Nədir, rəy necə olmalıdır? Deyin görüm. Siz şagirdlərə necə rəy verirsiniz? Rəyin 2 forması var. Konstruktiv rəy, bir də destruktiv rəy. Konstruktiv rəy gələcəyə yönəlik olmalıdır. Yəni şagirdləri daha da ruhlandırmalısan, dərsə həvəslərini artırmalısan. Konstruktiv rəy məsəl üçün deyək ki, orada gələcəyə yönəlik olmalıdır. Deyirsən ki, misal çəkmək olar ki, sən yaxşı oxumamısan, sən heç vaxt oxumursan, yəni bu kimi sözlər işlədə bilmərik. Sən daha yaxşı oxuyacaqsan, məsəl üçün, gələn dərs daha yaxşı cavab verə bilərsən, yəni bu kimi sözlər istifadə edə bilərik də. Destruktiv rəy keçmişə yönəlik rəydir. Konstruktiv də gələcəyə yönəlikdir. Bəli, destruktiv keçmişə yönəlik rəydir. Həmişə yəni konstruktiv rəy verməlisən. Bir də biri var emosiya, biri var idraka yönəliş rəy. Yəni emosiyaya yönəliş rəy vermirsən. Yəni deyirsən ki, sən ağıllısan. Yəni bu kimi sözlərdən istifadə etmək düzgün deyil. İdraka yönəlik. Yəni daha yaxşı oxumalısan, daha yaxşı, sən bacarıqlısan. Yəni bu kimi sözlər istifadə etməliyik. Məncə belə düşünürəm. Tahirə müəllimə, düz düşünürsüz. Mən bu sizə bir ev tapşırığı olsun. Növbəti dərs sizin hamınızdan, burada digər qruplarımda iştirak eləyir. Bütün qruplar üçün bunu səsləndirirəm. Hamı bir dənə rəy hazırlasın. Hərə öz ixtisasına uyğun
Hərə öz ixtisasına uyğun bir dənə rey al. Məsələn, hamınızdan konstruktiv rey alacaq. Oldu mu? İstənilən məsələn deyək ki, səviyyədə olan şagird üçün ola bilər. Deyəsə 4 alan şagird, 3 alan şagird, 2 alan, 5 alan şagird üçün. Əsasən orada daha çox məsələn müsbət mənada məsələn şagird. Ümumiyyətlə bax konstruktiv rey deyəndə, konstruktiv rey şagirdə səhvini də deyirik, düzünü də deyirik. Səhvini düzə çevirmək üçün yol istiqamət göstəririk. Məsələn deyək ki, esse vermisən, hansısa bir mətn vermisən, o mətnlə mövzu vermisiniz, o mövzu ilə bağlı məsələn şagird esse yazacaq. Ya yazıb gətiribdi, siz də baxırsınız. Hə, afərin, afərin. Bəzən müəllimlər deyir ki, müəllimə, niyə afərin demək olar? Əlbəttə olar. Əlbəttə olar. Yəni afərin də deyəcəyik, əhsən də deyəcəyik. Amma biz bunun arxasınca nə deyəcəyik? Şagirdin idraki bacarığına, idraki fəaliyyətinə yönəlik rəy verəcəyik. Daha emosional rəy verməyəcəyik. İndi ona da qayıdacağam məsələn. Nədir emosional rəy, nədir idraki rəy? Və bir də var emosional dəstəkləmə var. Məsələn bizə deyir ki, şagirdlərə emosional dəstəkləmə ver. Bəli, biz emosional dəstəkləyəcəyik. Amma bu emosional rəy anlamına gəlməyəcək. Bu nə deməkdir? İndi onu sizə deyəcəm mən. Baxın müəllimlər. Məsələn, baxıram essesinə, deyirəm ki, mətndə ardıcıllıqlara afərin sənə yazmısan, mətndə ardıcıllıqlara riayət etmisən, uyğunluqların deyək ki, cümlələrin bir-birini tamamlayır. Amma bəzi orfoqrafik səhvlərim var. Orfoqrafik səhvlərini düzəltmək üçün yenidən hədəf kitabında orfoqrafiya lüğətindən istifadə edərək sözlərin düzgün yazılış formalarına diqqət et ki, növbəti dəfə bu nöqsanlara yol verməyəsən. Bax, konstruktiv reydir. Neynədim? Baxdım. Mətnin ardıcıllığı düzgündür, xəttin səliqəlidir, düzgün yazmısan, afərin sənə. Amma orfoqrafik səhvlərim var. Birinci müsbətlə başlayırıq. Və səhvini də dediyim, orfoqrafik səhvlərim var, düzünü də dediyim, səhvini də dediyim. İndi bu səhvi neynəsin? Bunu düzə çevirməlidir axı. Hara baxsın uşaq? Onu bir mənbəyə, bir resursa, hansısa bir istiqamət yol göstər ki, bundan istifadə edərək sən gedib bu səhvlərin üzərində işləyib növbəti dəfə bu nöqsanlara yol verməməyə çalışmalısın. Bu konstruktiv. Hamı konstruktiv rey hazırlasın özü üçün. Məsələn, hamınızın elə deyir, YouTube üzərindən, YouTube'dan yox, girərsiniz Google'dan, məsələn, metodik vəsaitlər yükləyin. O metodik vəsaitlərdən hərəniz bir mövzuya uyğun ixtisasınızla bağlı. İndi mən sizə konstruktiv rey verirəm. Necə edəcəksiniz? Bax, istiqamət verirəm ki, bu reyi necə hazırlayacaqsınız? Orada hərəniz metodik vəsaitlərdən bir mövzu götürün, öz ixtisasınıza uyğun. O ixtisasdan bir dənə meyar çıxardım. Meyar götürün oradan, qiymətləndirmə meyarları. Götürün, həmin meyarlara əsasən bir dənə rəy verin. Və yaxud da ki, heç meyar olmasın. Məsələn, təsvirincə sənət müəllimidir, fizika müəllimidir, bilir də, məsələn, informatika müəllimidir. Bilir ki, məsələn, bugün nə keçəcək, hansı bacarığı şagirdlərdə formalaşdıracaq. Həmin o bacarığı əsasən rəy verəcək. Elə adi olsun, baxın, informatika, coğrafiya müəllimlərinə gəlibdir, icmallar bilirlər, mövzuları. Həmin mövzuları girin, araşdırın. Girin, araşdırın, mən gözləməyin ki, onlara mən verəcəm. Mən bir icmal verəcəm, o heç. Amma siz özünüz girin, araşdırın, o meyarları oradan çıxardın, onlara uyğun rəy hazırlayın. Və hərəniz bir dənə mənə rəy deyin, görün. Yəni, qaçılmazdır, bilin, hamınızdan soruşacaqlar orada rəy. Hamınızdan orada rəy soruşacaqlar. Sonra. Oldu mu? Tahirə müəllimə, yaxşı, belə bir sual verim sizə. Təlim nəticəsi nəyə xidmət edir? Təlim nəticəsi deməli, sonda əldə olunan nailiyyətlərin əvvəlcədən planlaşdırılmasıdır. Rəy, deməli, şagirdlərdə biliş və bacarıqları formalar. Nə deyirəm? Təlim nəticəsi şagirdlərdə biliş və bacarıqları formalaşdırır. Təlim nəticəsi ən az demək, minimum 2, maksimum 3 ola bilir. Sonra alt standartdan çıxarılır. Soram nədir müəllim? Soram nədir? Sonra. Birinci soram sözü yoxdur, sonra var. Sonra deyə bilərsiniz. Bu bir. İkincisi də, Tahirə müəllimə, bax, niyə çətinlik bilirsən? Bax, bu sualları bilirsən. Niyə çətinliklə danışırsan? Niyə ardıcıl axıcılığı təmin etmirsən mənim əzizim?
Təlim nəticəsi sonda formalaşan bilik və bacarıqların öncədən müəyyən olunmasıdır. Biz təlim nəticəsini dərsin öncəsində, ilk dərsə girişdə təlim nəticəsini şagirdlərə elan edirəm. Lövhəyə yazıram, şifahi şəkildə şagirdlərə təqdim edirəm. Təlim nəticəsi minimum 1, maksimum 3 təlim nəticəsi gündəlik olaraq qoya bilərəm. Bax bu cümlələri axıcı şəkildə, aydın, səlis şəkildə arxa-arxaya de, dayan. Sonram, deyəcək, dur get, sonram, gəl. Deyəcək, dur get, sonram, gəl. Mənim əzizim, bax, nitqinizi düzəldin. Oldu mu? Yaxşı, belə bir şey sual verin müəllimə. Risk qrupuna daxil olan şagirdləriniz? Risk qrupuna daxil olan şagirdlər boşanmış ailələrdir, qayyumluğa götürülən uşaqlardır, valideynini itirmiş uşaqlardır, sonra fiziki zorakılığa məruz qalan uşaqlardır. Kifayətdir. Bax, sonranı düzəltdik. Bu müsbət haldır. Tahirə müəllimə. Hansı iş üsullar? Necə? Çalışacağım düzəldim. Əlbəttə çalışacaqsınız müəllimə. Elə şey olar. Yəni mənim yanımdasınızsa mütləq Nadava müəllimə əl işarəsi qoy. Tədrisdə öz-özümə danışıram, belə qoşulanda burada danışmaq lazımdır. Tək olanda mən də danışıram. Burada danışmaq lazımdır. Və eləcə də gedib onların qarşısında danışmaq lazımdır. Nitqinizlə sözün əsl mənasında performans göstərməsi, ağzınlarını açıb valih sənə baxsınlar. Yoxsa bu sonuram, nə edəcəm, o aşığın sözü qutaranda neynim eləyən kimi olmasın belə şeylər. Bax, deyək ki, müəllimlər, bu sualla bağlı 2 dənə cümlə bilirsiniz. 2 dənə cümləni tərəddüd etmədən, axıcı şəkildə, ardıcıl danışın, dayanın. Dalı gəlmir də. Olmur, oldu, vsyo, getdi. O ilə iş bitmir. Əslində iş bitirir, yəni sonu yaxşı bitmir də. O ilə ının sonu yaxşı bitmir. Ona görə də biz onları deməyək. Bir dənə də sonuncu sual verim Tahirə müəllimə. Direktor gəlib dərsinizdə oturarsa və sizdə nöqsan tutarsa, nə edərik? Bəli, demək, direktorun gəlib dərsdə müəlliməni dinləməsi onun hüququdur. Bu zaman o nöqsanların bizə bildirərsə, biz ona deməli, etik davranış qaydalara riayət etməliyik. Yəni, o dinləməliyik, əgər bizdə nöqsan tutursa, nöqsanımızı düzəltməliyik. Yəni, bir daha belə halların olmasına yol verməməliyik. Tənqidə açıq müəllimə, yəni başayaq demədə, bax, hamısını deyirsən, amma cümlələri uyğunsuz deyirsiniz müəllimə. O tənqidə açığı əvvəlcədən deyin. Mən müəllimlərin etik davranış qaydalarına uyğun olaraq, mədəni davranış etik prinsipinə riayət edərək tənqidə açıq müəlliməm. Bəli, direktor mənim dərsimdə əyləşər, müəyyən nöqsanlarla bağlı fikir bildirə bilərsə, mən bu nöqsanlarımın üzərində işləyərəm, onu düzəltməyə çalışaram və bir də bu nöqsanlara yol vermərəm. Bax, bunu belə demək. Müəllimlər, özlərinizdə evdə məşq eləyin. Həqiqətən deyirəm, amma bax, o PDF-lərimi çıxardın, qoyun, oradan sualı oxuyun, özünüzə indi sual versin, yaxud evdə kimsə sizə o sualı versin. Başlayın, danışın öz-özünüzə. Və yaxud kamera, məsələn, telefon kamerasını açın, onun qarşısında durun, danışın. Gedin güzgün qarşısında durun, danışın. Danışın. Bax, gördün, çaşırsınız, PDF-ə bax. Oradakı cümlələrdən istifadə edərək, elmi şəkildə, rəsmi üslubla. Danış, çaşdın, bir də bax. Bir də qayıt həmin cümləni. Ta onu beyninizə, yəni, siz, orada test yoxdur ki, ABC eləyək. Burada danışmaqdır. Bizi ora ünsiyyət bacarığımızı yoxlamağa çağırır. Tahirə müəllimə, əslində baxıram ki, mənim əzizim, sizlə sağollaşıram. Əslində baxıram ki, siz mövzularımızdan məlumatlısınız. Cavabı bilirsiniz. Sadəcə olaraq o cümlələri axıcı şəkildə mənə təqdim eləyə bilmirsiniz. Onu çətinlik çəkirsiniz. Bəli, daha da çalışmalıyım. Bəli müəllimə, daha çox çalışmalısınız mənim əzizim. Daha çox. Çünki burada ancaq danışıqdır, ancaq nitqimiz. Yəni, natiqlik göstərməliyik orada. Belə mən bütün suallardan xəbərim var, oxumuşam, PDF-ləri çıxartmışam. Müəllimə baxıram da, siz ağzınıza açanda görürəm ki, məlumatınız var.
Birini oradan deyirsiniz, birini buradan deyirsiniz. Yəni ümumi olaraq məlumatınız var, sadəcə onu cümlə şəklində salmaqda çətinliyiniz var. Bax, burada nitq formalaşmalıdır. İndi inşallah bunları da yoluna qoyacağıq. Sonra gəlsin, bir dəqiqə baxım. Nüşabə müəllimə dərsdə. Gülşən Əliyeva, veteran müəlliməmiz. Müəllimə münasib yerdə deyirəm, dinləyici kimi qulaq asıram sizə. Yaxşı, Nüşabə müəllimə, yaxşı. Salam müəllim. Gülşən müəllimə burada? Hə, Gülşən müəllimə necəsiz? Şükür, yaxşı. Yaxşı olasınız müəllimə, təşəkkürlər. 5-ci dərsi öyrənmisiniz müəllimə? 5-dən verim, 4-dən verim. Hərdən istəyirsiniz verin də, oxumuşam. Ay maşallah, verək də müəllimə. Müəllimə, gündəliyə meyar yazırsınız, yoxsa rəy yazırsınız? Gündəliyə rəy yazırıq. Aha. Meyar nədir ümumiyyətlə, Gülşən müəllimə, deyə bilərsiniz? Meyar alt standartdan çıxarılmış təlim nəticəsidir. Elə deyil. Meyar təlim nəticəsi deyil, yox. Meyar təlim nəticəsinə əsasən müəyyən olunur, ümumiyyətlə. Yəni, qiymətləndirmə meyarları müəllimə, tapşırığın necə yerinə yetirilməsi haqqında, yəni istiqamət verir. Məsələn, ümumiyyətlə, meyar bir bacarıq deməkdir. Təlim nəticələrindən çıxır da, hə? Meyar təlim nəticələrinə əsasən müəyyənləşir, bəli. Meyar, bizim şagirddə formalaşdırdığımız bacarıqdır meyar. O da 4 səviyyədə olur, odur. Yox, müəllimə. Yox. Yox, o təlim nəticələridir. Təlim nəticəsi də 4 səviyyədə olmur, müəllimə. Əslində o düz deyirsiniz. Meyarları əvvəllər, indi də yəni nöqsan deyil, qüsur deyil, onu eləyə bilərik. Əvvəl meyarlar 4 səviyyədə olurdu. 1-ci, 2-ci, 3-cü, 4-cü səviyyə üzrə. Məsələn, çətinliklə çəkir. İndi də elə yazmırıq da. Sadəcə 2 meyardırsa, təlim nəticəsinə əsasən meyarları müəyyənləşdirik. Ona da əsasən şagirdə rəy verir. Məsələn, şagird o tapşırığı hansı səviyyədə yerinə yetirdi. Məsələn, rəy də odur ki, şagirdə istiqamət verir. Səhvini düzünü ona göstərir. Səhvini necə düzəltəcək? Bəli, başa düşdüm. Bax, şagirdlərinizdən birinin valideyni hər zaman israrla onun uşağına qarşı ayrı seçkilik etdiyinizi bildirir. Məsələn, deyir ki, Gülşən müəllimə, mənim uşağımın arxada gec oturdurursunuz, gec-gec dərs soruşursunuz, neyinirsiniz, sərt davranırsınız. Yəni, bu zaman nə edərsiniz siz? Bu zaman normal qəbul edirəm valideyni. Onu əvvəlcə dinləyirəm, nə istəyir. Sonra ona dərsdə oturub, hardasa şagirdin, övladının dərsinə izləməyi dəvət edirəm. Və eyni zamanda onun summativ göstəricilərini göstərərəm. Sonra formatikləri, gündəliyini qoyaram stolun üstə ki, bax, budur, bu ayda bu qədər cavablar verir, necə rəylər alır. Və belə. Yəni ki, şagirdi necə olduğunu özü də əyani olaraq görər ki, şagirdi hansı səviyyədədir, övladı. Əlavə olaraq da müəllimə deyə bilərsiniz ki, mən öz fəaliyyətimi refleksiya edərəm, nəyi doğru edirəm, nəyi yanlış edirəm deyə bilərsiniz. Və eləcə də valideynin əgər haqlı olduğu tərəflər varsa, məsələn, onu aydınlaşdırmağa, valideynlə fərdi şəkildə söhbət aparıb yoluna qoymağa çalışaram bunu. Əgər negativ bir hallar yoxdursa, valideynin niyə belə düşündüyünü aydınlaşdıraram. Yəni, bunun həmin bu səbəbi aradan qalır. Ola bilər ki, məsələn, şagird gedər hansısa bir fikri düzgün çatdırmaz. Yəni, bunu neynəmək lazımdır? Deyək ki, fərdi şəkildə söhbət aparıb, valideynlə bunu aydınlaşdırmaq lazımdır. Diferensial təlim nədir, Gülşən müəllimə? Diferensial təlim, yəni ki, fərdi yanaşmadır. Aha. Fərdi yanaşmadır. Şagirdlərin hər birinin öz potensialına uyğun, onların biliş və bacarıqlarını qiymətləndirmək, onları zəifləri daha da irəliyə aparmaq, güclülərə daha da yəni ki,
potensiallarına uyğun tapşırıq vermək. Yəni fərqli yanaşma. Bəli. Yəni yerində saymasınlar da daha da irəliyə aparmaq. Doğru. Qiymətləndirmənin hansı istiqamətləri var müəllimə? Məktəb qiymətləndirilməsi, milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə. 3 dənə də. Hə. Biri hansıdır? Yekun qiymətləndirmə. Yekun qiymətləndirmə. Doğrudur. Mən bir dənə yeri gəlmişəm. Olimpiada qalibləri olur. Bunlar hansı qiymətləndirmə aiddir? Olimpiyadada iştirak edənlər. Qiymətləndirməyə aiddir. Yox, müəllimə. Onun nə qiymətləndirməsidir ki? Yəni ki, o olimpiyada deyək ki, sınaq imtahanlarıdır, nə olimpiyada yarış kimi keçirilir, yarım finallara. O nə qiymətləndirmək adlandıra bilərik ki? Məktəb daxili deyil ki, deyən məktəb daxili, beynəlxalq deyil, ölkələr arası. O nə yekun qiymətləndirmədir? Ölkələr arası qiymətləndirmələr necə olur ki, beynəlxalq qiymətləndirmə? Beynəlxalq qiymətləndirmə müəllimə ölkələr arası qiymətləndirmədir. Onun da növləri var. Onlar elə düşmür deyə onlar haqqında bir məlumat verməmişəm sizə. TIMSS-dır, PRILIS-dir, PISA-dır. Bunlar məsələn deyək ki, şagirdlərdə təbiət elmləri ilə bağlı, riyaziyyat elmləri ilə bağlı qiymətləndirmədir. Ölkələr arası qiymətləndirmədir bu. Beynəlxalq qiymətləndirmə. Yekun qiymətləndirmə 9-11-lərin qiymətləndirməsidir. O da nazirlik tərəfindən keçirilir. Olimpiyada axıb 9-11-ə aid deyək, biz ona necə deyək müəllimə? Yekun imtahan verəmir. Məktəb daxili də, o 9-11-də. Məktəb daxili də ki, formativ, summativ diaqnostikdir. Bəli. Ona görə biz onu deyə bilmirik. Milli qiymətləndirmədəki... Müəllim, milli qiymətləndirmə bizsiz nədir? Bu 4-cü sinif, 8-ci, 6-cı siniflər ki veririk hər il. Ayrı-ayrı fənlər üzrə ayrı. Məsələn, bu illərim riyaziyyatdan. Ay, sağ ol, bəli. Riyaziyyatdan bu il verdi. Məsələn, 6-cı siniflər təbiətdən verdi. Bax, onlar milli qiymətləndirmədir. Ayrı-ayrı siniflər, ayrı-ayrı fənlər üzrə aparılan qiymətləndirmə. O da məktəb daxili o milli qiymətləndirmə. Onu da biz aparmırıq. Görürsünüz, nazirlik səviyyəsində aparılan bir qiymətləndirmədir. Təşəkkürlər Gülşən müəllimə. Çox sağ ol əzizim. Sizə sağ ol. Bir dəqiqə müəllimlər. Əziz müəllimlər, bizi izləyənlər, siz də bizim bu cür müsahibə dərslərimizə qoşulmaq istəyirsinizsə, həmən YouTube üzərindən bizim nömrələrimizdən əlaqə saxlayıb, bu cür canlı dərslərimizə qoşulma imkanı əldə edin. Sağ olun, növbəti dərslərədək kanalıma abunə olmağı, rəy yazmağı, şərh yazmağı və paylaşmağı unutmayın. Rəy yazaraq, paylaşaraq abunə olun ki, davamı gəlsin videolarımızın. Hamınıza təşəkkürümü bildirirəm.